İnvestasiya İnvesti şirkəti sizi salamlayır. Dünya birjalarında avro-dolların məzənəsi 1.0651 səviyyəsinə kimi ucuzlaşıb. Ucuzlaşmaya səbəb isə çərşənbə günü Bakı vaxtla saat 22:00-da baş tutacaq olan Amerika Mərkəzi Bankının faiz qərarı ilə bağlı iclasıdır. Bununla yanaşı Avropa Mərkəzi Bankının sədrinin sonuncu çıxışından sonra avro-dollar məzənəsinin artım trendinin davam etməsi ehtimalı da zəifləyib. Texniki təhlillər isə ona göstərir ki, avro-dollar məzənəsi 1.0635 və 1.0586 səviyyələrinə kimi ucuzlaşmanı davam etdirə bilər. Avropanın 1 il markalı neftinin 1 barelinin qiyməti isə 51 dollar üzərində ticarət edilməkdədir. Çərşənbə günü Bakı vaxtla saat 18:30-da yayımlanacaq olan Amerika neft ehtiyatları ilə bağlı göstəricidə azalma müşahidə edilərsə, neftin qiymətlərində bahalaşma müşahidə edilə bilər. İnvestasiya İnvesti şirkəti sizə ticarətinizdə uğurlar arzulayır.